Bismillahirrahmanirrahim. Hər bir kəs Allahın izni ilə bilməlidir ki, Allah subhanahu wa ta'ala bütün insanları böyük bir hikmət üçün yaratmışdır. Allah subhanahu wa ta'ala öz qullarını yalnız və yalnız ona ibadət etsinlər deyə yaratmışdır. Və bu barədə də Allah subhanahu wa ta'ala öz şərəfli kitabında Əz-Zariyat surəsinin 56-cı ayəsində deyir ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və həmçinin Allah subhanahu wa ta'alanın öz qullarına, öz yaratdıqlarına rəhminin və mərhəmətinin ən gözəl nümunələrindən biri də odur ki, Allah subhanahu wa ta'ala insanlara nəcat yolun, hidayət yolun, doğru yolu rəsulları göndərməklə onlara bildirib. Və həmçinin insanlara hikməti və həmçinin ağıllı olmağı verib. Yəni, insanlara seçə bilməyi, doğru yolu görə bilməyi və onların ağıllı olmasını verib. İbn-i Qeym Rahmanullah yaradılış haqqında qeyd edir və deyir ki, Allah subhanahu wa ta'ala yaratdığı məxluqları 3 qrupda və 3 sinifdə yaradıb. Onlardan bəzilərinin ağlı var, şəhvəti yoxdur. Onlardan bəzilərinin şəhvəti var, ağlı yoxdur. Onlardan bəzilərinin ağlı var və şəhvəti var. Və sonra buyurur ki, mələklər, onların ağlı var, amma şəhvətləri yoxdur. Heyvanlar, onların şəhvəti var, amma ağlı yoxdur. İnsan, onun ağlı var və şəhvəti də var. Kimin ağlı şəhvətinə qalib gələrsə, üstün gələrsə, o mələklərlə birlikdə olar. Kimin şəhvəti ağlına üstün gələrsə, o heyvanlarla olar. Və Allah subhanahu wa ta'alanın öz qullarına rəhmətindəndir ki, onlara ağıl neymətini verib, seçə bilmək neymətini verib. Ki, insanlar doğru yolu tutub gedə bilsinlər. Və hansı ki, həmin yol Allah subhanahu wa ta'alanın izni ilə cənnətə aparır və mülkü bitməyənin səltənətinə aparır. Və hər bir kəs də Allah subhanahu wa ta'alaya ibadət etmək üzərində yaradılmışdır. Hər bir kəsin yaradılışı da Allah subhanahu wa ta'alaya ibadət üçün hazır bir şəkildə yaradılır. Yəni, insan bəzən görürsən, ibadətə çağıranda, Allah subhanahu wa ta'alaya çağıranda deyir ki, mən hələ hazır deyiləm. Mən hələ hazır deyiləm. Lakin bu yalandır. Onun bu iddiası yalandır. Çünki Allah subhanahu wa ta'ala insanları əslən fitrət olaraq özünə ibadət üçün yaradıb. Və bunun bu məqsəd üçün yaranmışsan. Sən buna hazırsan, sən içki içməyə hazır deyilsən. Sən siqaret çəkməyə hazır deyilsən, Allaha şirk qoşmağa hazır deyilsən, asiliklər eləməyə hazır deyilsən, digər günahları eləməyə hazır deyilsən. Çünki sən bunun üçün yaradılmamısan. Sənin yaradılış məqsədin Allah subhanahu wa ta'ala ibadətdir. Yalnız və yalnız ona ibadətdir. Və deyəndə ki, ibadətlə deyir ki, mən hələ buna hazır deyiləm. Lakin o özün yalanlayır. Allah subhanahu wa ta'ala hər bir kəsi özünə ibadət üçün yaradıb və bu hər bir kəsin öz nəfsində də var. Çünki insan digər pis vərdişlərə öyrəşməlidir ki, onları eləyə bilsin ibadətdən başqa. Digərləri hamısı çətin gəlir, ağır gəlir. İnsan ilk öncə içkiyə başlayanda acı gəlir, ağır gəlir. Ondan sonra siqaret çəkəndə baş gicəllənməsi olur, öskürəklər verir. Lakin ibadət elə deyil, gözəl şəkildə dəstəmazı alacaqsan, Allah subhanahu təkliyini qəbul edəcəksən, şəhadət gətirəsən, sonra namaz qılasan, Allah subhanahu layiqincə ibadət edəcəksən. Və bu yoldan yalnız qəlbi İslamdan və dindən çevrilmişlər, yəni özünü adladmışlar yalnız aza bilər. Başqa bir yola gələ bilər. Çünki insanın dediyimiz kimi fitrətindəndir ki, Allah subhanahu ta'ala ibadət eləsin. Əgər onu dəyişdirən kəslər olmasaydı, insanı böyüdükdən sonra onu başqa yollara yönəldənlər olmasaydı, əgər insan öz başına tək bir halda yaşasaydı, o böyüyüb Allah subhanahu ta'alanı tanıyacaqdı. O böyüdükdə Allah subhanahu ta'alanı tanıyacaqdı. Sonra şeyx buyurur ki, insan ilk öncə torpaq oldu, sonra isə nütfə, sonra isə laxtalanmış qan, sonra isə çeynənmiş ət parçası kimi. Sonra isə ondan sonra körpə bir uşağa çevrildi. Ondan sonra isə o uşaq bir olduğu halda doğuldu. Və bunların hamısı da Allah subhanahu ta'alanın böyüklüyünü göstərir ki, Allah subhanahu ta'ala öz qullarını fitrəti üzərində yaradar. Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Abu Hureyra rəvat elədiyi hədisdə Muhammed sallallahu aleyhi və səlləm deyir ki,
hər hansısa bir uşaq doğulduğu zaman onlar fitrət üzərində doğular. Onun atası və anası onu ya Yahudi, ya Xristiyan, ya da Məcusi edər. Yəni, insan özü doğulduğu halda fitrət üzərində doğular. Fitrət üzərində doğular. Onu ya atası Yahudi edər, ya anası, ya atası, yaxud da anası Xristiyan edər, ya atası, ya da anası onu Məcusi edər.